أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد أنزلنا إليك آيات بينات وما يكفر بها إلا الفاسقون. Selamun Aleyküm, hər vaxtınız xeyirli olsun. Bəhsimiz Bəqərə surəsinin 99-cu ayəsidir. Allah Teala bu ayənin zahiri mənasında belə buyurur. Buyurur ki, həqiqətən biz sənə açıq, aydın ayələr, nişanələr göndərdik. Amma və ma yəkfuru biha, bu açıq, aydın sənin nübüvvətini isbat edən dəlillər ki göndərdik, bu dəlillərə, bu ayələrə kafir olmaz. İlləl fasiqun, məgər o kəslər ki fasiqdilər, dindən çıxmışlar. Bu ayənin zahiri mənası. Bu ayədə bir neçə lüğət var. Həqiqətdə 2 dənə yeni lüğət vardır ki, onlara işarə edək. Baxmayaraq ki, bəzilərinə keçən verilişlərdə işarə olunmuşdu. O kəlmələrdən biri ayat kəlməsidir ki, ayat kəlməsi ayə kəlməsinin cəm formasıdır. Mənası əlamət və nişanə deməkdir lüğətdə. Buyurur ki, əl-ayə, əl-əlamə. Ayənin mənası əlamət və nişanə mənasındadır. Əlbəttə, nə hər nişanə? Buyurur ki, əl-ayə, əl-əlamətullləti fiha ibrə. Ayə o əlamətə, o nişaniyə deyilir ki, orada bir ibrət vardır. Orada bir insan ondan bir dərs ala bilər. Quran ayələrinə də ona görə ayələr deyiblər ki, həm Peyğəmbərin həqqaniyyətinin nişanəsidir və eyni zamanda biz eləyə bilərik ondan dərs və ibrət alaq. Və qilə əl-əlamə əlləti fihəl hüccə. Bəzilər deyirlər ki, ayə o nişaniyə deyilir ki, orada bir hüccət vardır. İtmam hüccət vardır. Bir nişanədir ki, insan onun vasitəsilə bir məsələni isbat edir. Bu ayə kəlməsinin mənası. Amma ikinci bir kəlmə bəyyinat kəlməsidir. Ayatin, bəyyinatin. Bəyyinat, bəyyinə kəlməsinin cəm formasıdır. Mənası əd-dəlalətul vazihə. Buyurur ki, bəyyinə o dəlilə deyir ki, o dəlil o qədər aşkardır ki, sadiq və kazib, düzgün və düzgün olmayan, yalan olan xəbəri bir-birindən ayırır. Yəni, bəyyinə adətən o dəlilə deyirlər ki, o dəlil o qədər aşkar və aşkar edəndir ki, nəyin haqq və doğru, nəyin batil və yalan olmasını bir-birindən ayırır. Baxın, qəzavətdə də gətirilən şahidə bəyyinə deyirlər. Məsələn, bir hadisə baş verir, 2 nəfər gəlir orada şəhadət verir. O şəhadət verənə ərəb dilində bəyyinə deyirlər, məxsusən də fiqh terminində. Nə üçün ona bəyyinə deyirlər? Çünki bunlar elə bir dəlildir ki, onlar gəlil haqqı batildən, yalanı düzdən ayırmaq üçün şəhadət verirlər. Deyirlər, bəli, həqiqətən bu şəxsin qatili, yəni bu şəxs qatildir, bu şəxs oğrudur və yaxud da xeyr, gəlib şəhadət verirlər ki, biz oğrunu gördük, ittiham olunub bura gətirilən filan şəxs bu oğru deyil, qatil bu deyil, biz gördük, tanıyırıq, amma sizin bura gətirdiyiniz şəxs qatil deyil, cinayətkar deyil. Bu baxımından ərəb dilində məxsusən fiqh termində şəhadət verən şəxslərə bəyyinə deyilir. Bu da bəyyinə kəlməsinin mənası. Bu ayənin şə'ni nüzulu barəsində İbn Əbbasdan bir rivayət nəql olunub. Qalə İbn Əbbas, İnnə İbn Suriyə qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmdə. İbn Suriyə ki, Yahudilərdən, Yahudi alimlərindən bir şəxsin adıdır. Gəlib Peyğəmbərə, Allah Rəsuluna belə dedi. Ya Muhammed, ma ci'tənə bir şeyi innə ərifu. Sən elə bir şey bizə gətirməyibsən ki, biz onu tanıyaq, onun barəsində məlumatımız olsun. Yəni, sənin dediklərin məsələlər barəsində bizim elə bir məlumatımız yoxdur. Elə bir şeylər bizə demirsən ki, onun vasitəsilə bilək ki, sən həqiqətən Peyğəmbərsən, Allah tərəfindən göndərilibsən. Bunu İbn Suriyə Yəhudi Peyğəmbərə deyir. Və ma ənzəlallahu aleykə min ayətin bəyyinətin fənəttəbi'ukə ləha. Allah sənə elə ayələr, açıq aydın ayələr nazil etməyib ki, biz o ayələrin vasitəsilə sənə tabi olaq. Deyir, onlar, bu İbn Suriyə Yəhudi bunu dedikdə Peyğəmbərə fəənzələllahu hazihil ayə. Bu hadisədən sonra
Allah Teala bu ayəni nazil elədi ki, ya peyğəmbər biz sənə nəinki bir dənə, bəlkə ayatın bəyyinat, çoxlu, açıq, aydın ayələr nazil etmişik. Lakin bunlar bəhanə edirlər. Və ma yəkfuru biha illəl fasiqun. Bu qədər ayələrə kafir olan yalnız və yalnız fasiqlərdir. Bu da şə'n-i nüzulü. Amma bu ayənin mənasına gəldikdə əl-mə'na yəqulu və ləqəd ənzəlnə ileykə ya Muhammed ayatın. Ey Muhammed sallallahu aleyhi və səlləm, biz sənə bir sıra ayələr nazil eləmişik. Ayələr nədir? Yəni sairəl möcüzat əlləti utiyəhən nəbi. Yəni məqsəd o möcüzələrdir ki, Allah Taala o möcüzələri peyğəmbərə nazil eləmişdi və onu o möcüzələrin vasitəsilə peyğəmbərin peyğəmbərliyi sabit olur. Bəzilər deyirlər ki, bu ayətdən məqsəd hiyəl Qur'an və ma fiyhə minəd dəlalat. Əbu Müslimdən və Əbu Əlidən nəql olunub ki, Allah Taala ki, bu ya Muhammedin biz sənə ayələr nazil eləmişik, məqsəd həmin Qur'an-ı Kərim və Qur'an-ı Kərimdə olan açıq aydın dəlillərdir. Amma bəziləri buyururlar ki, məqsəd elm-i Tövrat və İncil. Yəni ya peyğəmbər, onlar ki deyirlər bir şey nazil eləməmişik, biz sənə çoxlu ayələr nazil eləmişik. O ayələrdən də məqsəd Tövrata olan elmindir. Tövratda olanlar barəsində sən məlumat verirsən, bu elmi biz sənə vermişik. Həmçinin İncil elmin. Vəl ixbar əmma qamuda mimma fi kutubillahi salifə. Həmçinin biz sənə bu nişanələri vermişik, bu elmi vermişik ki, digər asimani kitablardan ki, keçmiş zamanda baş verən hadisələr onların hamısında gəlmişdi, onlara olan elmi biz sənə vermişik, sən onları insanlara çatdırırsan. Onlar bəhanə edirlər ki, qəbul etməsinlər. Ayatın bəyyinatın. Bəyyinatın mənasında gəldikdə buyurur ki, bəyyinat yəni vazihatın, elə ayələr, elə nişanələr, elə möcüzələr ki, o aşkardır, tufəssilu beynəl haqqı vəl batil. Haqla batili ayırır. Yəni əziz peyğəmbərimizin o qədər açıq, aydın dəlilləri, möcüzələri, höccətləri vardır ki, açıq, aydın şəkildə bəyan edir ki, həqiqətən bu peyğəmbər haqq peyğəmbərdir, Allah tərəfindən göndərilmişdir. Yəhudilər ki, bunu qəbul eləmək istəmir, onların sözü batildir. Amma və ma yəkfuru biha illəl fasiqun. Lakin bu ayələrə, bu açıq aydın olan möcüzələrə, ayələrə yalnız və yalnız fasiqlər kafir olar. Baxın, burada fasiq kəlməsi gətirilir. Əminülislam Təbərsi buyururlar ki, və mə'nahu əl-kafirun. Yəni, bu açıq aydın dəlillər olduğu halda, əgər bir nəfər gəlib bunu inkar edirsə, bu həqiqətdə kafirdir. Əgər yəni bunu inkar edən yalnız və yalnız kafirlərdir. Bəs nə üçün Allah Teala burada fasiqun deyib kafirin yerinə buyurur ki, və innəmə summiyəl kufri fiskən, bu ayədə küfür, fisk adlandırılıb. Niyə? Fiskin mənası nədir? Buyurur ki, li'ənnəl fiskə xurucun min şeyin ila şey. Çünki fusuqun, fiskin mənası budur ki, insan bir şeydən başqa şeyə ola, xaric ola. Yəhudilər də peyğəmbəri inkar etmək vasitəsilə hətta öz dinlərindən xaric oldu. Öz dinlərindən xaric olmaq lüğəti baxımından fasiq deyilir, amma həqiqətdə terminoloji baxımından kafirdirlər. Çünki öz dinlərində gələnləri Allah tərəfindən göndərilən o ayələri inkar etdilər. Buyurur ki, və ma yəkfuru biha illəl fasiqun və mənahu əl-kafirun. Yəni, kafir olan insan bu ayələri, bu nişanələri inkar edər. Vəl yəhud xərəcu min dinihim. Yəhudilər öz dinlərindən xaric oldular və huvə dini Musa. Öz dinlərdə elə Musa əleyhissalamın gətirdiyi dindir. Necə xaric oldular? Bitəksibin nəbi sallallahu aleyhi və səlləm. Sonuncu peyğəmbəri inkar etməklə. Bu da 99-cu ayənin qısa izahı. İnşallah gələn verilişimizdə 100 və 101-ci ayələrin izahını nəzərinizə çatdıraram. Hamınızı Allaha tapşırıram və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.